Alo, Mikail eşidirsən məni? Alo, Mikail. Deməli, aparatda yoldaş Zülümovdur. Bu qəhbənin balası, qəhbə saxlayan Hər Şeylər Naziri Mikail Cabbarov Ostraqçı İlham Əliyevin sözünü təkrarlayıb. Qayıdıb deyib ki, ölkədə işsizlik nə az, nə çox 5%-dir. Mən də deyirəm ki, yalan deyənin anası qəhbədir, arvadı qəhbədir, qızı qəhbədir, baldızı qəhbədir, qaynanası qəhbədir. Qəhbənin balaları. Ölkənin 50%-i 5 milyonu ölkədən didərgin düşüb. Götün oğlu göt. Sənə diplom verənin arvadının, qızının əlinə elə o 5% dediyin yoxa 95% işləyənləri versin. Göt oğlu göt. 5%-dir işsizlik. Rəylərdə şaqqıldadın getsin bu qəhbənin balasının arvadını, anası.